Salam əziz dostlar. Uzun müddətdən sonra yenidən sizin görüşünüzə gəldim. İlk buraxılışımızda baş verən ən maraqlı anları gəlin birlikdə izləyək. Harda, necə olmağınızdan asılı olmayaraq yadda saxlayın. Çəkirəm ha. Hardansa xəbər tutublar, aralarımızda satqın var. Maynasa. Metroya girmək üçün oraya gitməliyəm. Hansı metroya getmək istəyirsiniz? Metro deyil. İlk dəfə gəlmisiniz tualetə. Tualetə gedənlərə məsləhətiniz nədir? Məsləhətim o ki, təmizləyər həyat olsun. Xidmət var deyəndə ki, içəridə kimdəsə xidmət göstərdi mənim. Başqa adam var içəridə, yoxsa? Azərbaycanda bütün tualetlərə, 40 qəpikli tualetlərə pulsuz girə bilərsiniz bundan sonra müəllim. Bilirsiniz də, mənim öz adamlarım var. Onlar yerləşirlər Əhmədli, Qaraqarayev, Neftçilər ərazilərində. İlk buraxılışımızda həmin o maraqlı daydayları tapmaq üçün üst tutduq. Neftçilərdə yerləşən bir tanınmış bir park var, Maklerlər parkı. Həmin parka görün, bunların başına nə oynaşırım. Bizim yerimizi onlara kimsə deyib. Hardansa xəbər tutublar, aralarımızda satqın var. Azərbaycana gətirdiyimiz mallar haqqında hər şey bilirlər. Siz demisiniz? Siz demisiniz onları? Kim deyib bəs? Bildiniz hansı malları deyirəm, Azərbaycana gətirilən mallar? Teymurdan gətirilən mallar. Teymurdan gətirilən mallar haqqında hər şey bilirlər. Üzbüz solda oğlan oturur, qara kurtka. Solda, keçəlin yanındakı. Onların adamıdır. Kimləsə danışmışsınız axırıncı bu mövzuda? Axırıncı kimləsə danışmışsınız bu mövzuda? Və hardan xəbər tutublar ki? Son 3 gündə kimi görmürsünüz? Niyə ki? Nədən sonra? Mənim üzr istəyirəm, telefondan danışırdım, bağışlayın. Üzr istəyirəm artıq dərəcədə, üzrlü hesab edin. Bizim yerimizi onlara kimsə deyib. Nə deyib? Bizim yerimiz hardan ki malları gətiririk, hansı ölkədən malları gətiririk, necə gətiririk, aramızda satqın var, kimsə deyib. Heç kim yanında danışmamısan? Maynasa. Heç kim yanında danışmamısan söhbətləri? Maynasa. Sən aramızda olan söhbətləri kimləsə danışmısan? Hardan xəbər tuturlar ki onlar? Onlar hardan bilə bilərdilər? Teymurdan gətirdiyimiz mallar haqqında kim danışıb ki orada burada? Eşidirsən məni? Kiminsə yanında danışmırsan Teymurdan gələn mallar haqqında? Başın nəyə qarışıb? Teymurdan gətirilən mallar haqqında nəsə demirsən orada burada? Bir də ki, hər yerdən bizi güdürlər. Xəbərin var? Nəsə danışmırsan orada burada? Alo. Alo. Mən üzr istəyirəm, telefonla danışıram bayaqdan, üzrlü hesab edirəm. Öyle bir maynasa. Yo, seninlə danışmırdım, telefonla danışdım, üzr istəyirəm. Hə. Yaxşı da, bax, ağzınızı bütöv saxlayın da, yaxşı. Davay. Salam, hər vaxtınız xeyir olsun. Tualetlərə Nəzarət Komitəsidir, Bakı şəhəri. Xoş gəlmişsiniz. Adınız nədir? Samir. Samir, biz bizim tualetdə həftə ərzində olan adamların qeydiyyatını aparırıq və çox üzüqlər adam olduğunuza görə sizə gələn dəfədən artıq gələndə endirimlər, misal 40 qəpik deyil, siz 20 qəpiyə ürəyini istəyən vaxtı gəlib istifadə edir. Təbrik edirəm bu münasibətlə əlaqədar sizi. Adınız nədir, üzr istəyirəm? Samir. Samir. Bir-iki dənə qeydiyyat üçün anket haqqınızda məlumat bilməliyəm. Samir bəy, haqqınızda bir-iki dənə məlumat bilməliyəm, zəhmət olmasa. Hansı rayondansınız? İsmailli. İsmailli rayonundan. İlk dəfə gəlmisiniz tualetə?
Anladım. Bizdə business class var, bir də ekonom class tualetlər var. Bizde ekonomi basit. Siz biznesə kitab da oxuya bilərsiniz, musiqi qulasa bilərsiniz. ihtiyaç yoktur. Hal-hazırda hər şey əlaydı. Təbrik edirəm sizi. Çox sağ olun. Bir də Sami bəy, bir dənə o kameraya baxa bilərsiniz, o kameraya. Çəkir amma. Sami müəllim, sizi bu tualetdə yenə gözləyirik, yaxşı? Öpürəm sizi. Yaxşı yerde gözleyebilmedik. Çox sağ olun. Müəllim, salam əleykum, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz bizim ayaq yoluna. Biz Bakı şəhəri Tualetləri Nəzarət Komitəsi var, yeni bir komitədir və ümumiyyətlə bizim şəhərlərdə, parklarda 40 qəpiklik, 30 qəpiklik ayaq yolların fəaliyyəti ilə bağlı biz insanlara suallar veririk. Necə, razı qaldınızmı bu ayaq yoluna? Çok güzel, çok rahat. Anladım. Əvvəl olmuşdunuzmu burada? Yani ben neçə vaxt yerə buradayım. Necə təəssüratınız tualet haqqında? Lap güzel, aynı deyə bilərəm. Anladım. Biz elə bilirik ki, adınız nə oldu? Sizin üzr istəyirəm. Elxan. Elxan müəllim, biz komitə olaraq maraqlı bir aksiya keçirdik. Şəhərdə misal üçün gəzdiyin yerdə risk adam qarnını tutur eləyir axı. Görmüsünüz ki, və özümüzün son çarəmizi harda tapırıq? Bu tualetlərdə, 40 qəpikli tualetdə. Amma siz qalibsiniz, deyin niyə? Bundan sonra siz bu ayaq yoluna nə vaxt gəlsəz, nə qədər pul ödəsindir? 40 gün. 10 qəpikdir bundan sonra. Təbrik edirəm. Amma bu ilə bitməyib bizim hədiyyələrimiz. Mən sizin yüngülvari adınızı qeydiyyata almalıyam. Tam adınız. Elxan Məmmədov. Məmmədov, zəhmət olmasa üzr o istiqamətdə yanıq. Elxan Məmmədov. Bəli. Sonra deməli, harada doğulmusunuz? Doğul şehir harada? Mən özüm rayondanam. Bir hansı rayondan? Ağdaş rayonu. Ağdaş rayonu. Siz bizdə biznes var. 10 qəpiyə ki düşdü sizin tualetə artıq gəlməyiniz bundan sonra. Bizdə business class var, bir də ekonomi class var. Biznesdə məsələn siz oturub kitab da oxuya bilərsiniz. Knopkanı basırsınız, musiqi də səslənir. Gələn dəfə ondan istifadə etməlisiniz, yoxsa ekonomida qalmaq istəyirsiniz? Elə belə. Belə yaxşı. Anladım. Tualetə gedənlərə məsləhətiniz nədir? Məsləhətim o ki, təmiz yer həyat olsun. Anladım. Təşəkkür edirəm sizə, Sağ ol, minnətdaram. sağ ol. Bizim keçən həftə burada 2 nəfər boğulub ölüb. İydən boğulub ölüblər. Biz istəmirik ki, gələcəkdə belə bir hallar təkrarlansın. Ona görə maarifləndiririk bizim cəmaatı. Razısınız? Bəli. Bəli. Öpürəm, sorsun. Bəli. Metroya girmək üçün oraya gitməliyəm. Hansı metroya getmək istəyirsiniz? Metro dur. Amma mən sizə təklifim var. Mən burada işləyirəm, mənim. Bakı şəhəri Tualetləri Nəzarət Komitəsi. Biz istəyirik bu günləri siz bizim xidmətdən pulsuz istifadə edəsiniz. Tualetdə. Bəli. Yəni yenə fikirləşin. Heç kimsə təklif edə bilməz ki, pulsuz tualetimizdən istifadə elə. Nə məsləhət görürsünüz? O qədər vacibdir, eləyərəm. Yəni məsəl üçün ağlınızdan keçirdimi? Ümumiyyətlə nə vaxt keçəndə bunu görmüşdünüzmü bizim tualeti yoxsa yox mənim? Görmürəm. Niyə yəni? Niyə? Çünki burada yaşamıram. Anladım. Biz sizi olar dəvət edim sizin tualetimizə. Olar. Amma ilk növbədə mən sizdən qeydiyyat, mən PR-ını aparıram, bu tualetin reklam işlərinə məşğul oluram mən. Yəni Azərbaycanda nə qədər tualet sistemi var, hamısı mənim əlimdən keçir reklamı. Məndən başqa heç kim o bazara girə bilməzlər. Amma tualetə buraxmamışdan qabaq sizə bir neçə də sualım olacaq. Zəhmət olmasa onlara cavab verərsiniz. Biz anket dolduruq. Hansı məqsəddən gəlmişsiniz günləri tualetə? Tualetə? Hansı məqsəd? Kiçik tualetə. Kiçik nə yəni? Yəni ayaq üstüdə. Ayaq üstü, yəni o sünnədə yəni otura gəlirsiniz. Ayaq üstü niyə mənim? Yox, bilmədim nə deyirəm. Bir var böyük tualet, bir var balaca tualet. Aha. Kiçik bayrağı, kiçik bayrağı. bayrağı. Aha, business class deyirsiniz, ekonom class deyirsiniz mən. Hı? Business class deyirsiniz, ekonom class deyirsiniz. Ekonom klas. Ekonom classda. Aha, aydındır. Daha öncə olmusunuz tualetdə? Sizdə? Bizim tualetdə. Olmusunuz. Bundan sonra yəni neçə dəfə gəlmək fikriniz var inşallah? Kampaniya dilimi çıxmış. Yox, yolumuz tutsan gələrik. Anladım. Çox sağ olun. Biz sizi tez gözləyəcəyik burada. Çox sağ olun. Burada bizdə bir yaxınlarda bir neçə nəfər boğulub ölüb tualetdə. Mənim ona görə çox bək düşmüş o məsələlərin üstünə. Tualetdə məsələn. Yidən boğulub. Ala bilərəmsə tualetə? Ala da bilərsiniz, almaya da bilərsiniz. Buyurun. Gedə də bilərəm. Buyurun mənim, mən şəxsən qonağımsınız mənim bu günlər. Siz mənim bir qonağım. Olar mən sizi mənim alqışlarla orada. Burada solda böyük bayırdır mənim. Burada kiçik bayır. Hansı sizdə? Kiçik bayır yoxsa böyük bayır? Böyük, kiçik bayır. O çerez var mənim.
bu dəqiqə rahat bir 10 nəfər gözləyir tualeti. Mən sizi öz yaxınsızda, yəni özümə yaxın bilmişəm, söhbət kəsmişəm sizdən. Özümə elə bir ki, bir şərait qabağa salmışam da sizin. Çox sağ olun. Çıxanda təəssüratlarınızı bölüşərsiniz mənə. 2,000 years. Çox Çox sağ olun. Mən istərdim ki, öz fikirlərinizi bölüşəsiniz, təəssüratlarınızı bölüşəsiniz. Çox sağ olun. Çox yaxşı xidmət var. Yəni orada xidmət var deyəndə ki, içəridə kimdəsə xidmət göstərdi mənə. Başqa adam var içəridə, yoxsa necə? Yox da o barədə yoxdur. İçəri təmizlikdir. Yəni Anladım. çox Biz son olaraq xatirə şəkli çəkdirək zəhmət olmasa. Bilin. Belə. Gülümsüyün belə. Çox sağ olun. Allah'tan çox sağ olun. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Xarib məli. Bəli. Ha, xarib necə? Yaxşı şükür olsun necəsiniz? Gedəcək. Siz o malla əlaqədar gəlmisiniz? Nə malı? O məhsullarla əlaqədar sifariş Yox, verdiniz? yox. Mən Fər- xaridi Fərid müəllimdə nə işiniz vardı ki, bu gizli? pul verməli. Nə puldur ki? Nəyin puldur ki? Dedi bankın kreditidir. Hansı bankın? Bir də Unibank. Nə götürmüşsünüz ki kreditini? Kredit pul götürmüş. Fəridlə 51 olmusunuz yoxsa nə? Yox, ha, o hökumət lazımınca Və götürmüş. nə ilə məşğul ki Fərid? Ha? Fərid nə ilə məşğuldur ki? Bankda işləyir də burada, onu götürmüş. Mən sizi təbrik edirəm. Düyünün nə ilə bağlı? Mənim. Faiqrol, Bakı şəhəri tualetlər nəzarət komitəsi mənim. Gördüyünüz bu 40 qəpik yazılan tualetlər var ha. Azərbaycanda bundan sonra mövzu müdiriyyətiyəm. Azərbaycanda harda 40 qəpik tualet görsəz, təpiylə üçün girin içəri. Sağ ol. Gəlin sizi üzr istəyirəm yaxından. Yox. Yox, Fərid müəllim özü oradadır. Harda? Sağdakı tualetdə. Hay olsun, da olsun. Onlar da yaxınlaşaq zəhmət olmaz. Ha? Yox, sağ ol. Niyə? Sağ ol. Ben gözləyirəm indi banka gedirəm. Sağ ol. Hansı bank yarısı müəllim siz yoxsunuz? Təşəkkür edirəm. Bank yarımısınız müəllim. Yox, yox. Fərid müəllimlə qoşulaşıb bank yarımısınız Yox, deməlisiniz. yox qardaşım, Niyə? yox. Başa Fərid müəllim, Unibank siz nə əlaqəsi ola bilər ki onun? Ben bankdan pul götürmüşəm. Nə üçün götürmüsünüz ki? Ev tikmək üçün. Harda icazəmiz var? Bəli, var. Hardan almısınız icazəni? Ha? Hardan almısınız icazəni? Harda? Hə. Olmuşam da gözəni, Xəzər rayonunda. Xəzər rayonu Mərdəkan qəsəbəsi. Bəli. Hansı rayon? Kimdən icazə almış oldun? Kimdən icazə almışam? Olmuşam da. Əli bəli ödəmiş pulu yoxsunuz? Ha? Əli bəli Yox, ödəmiş. Çerezbank ödüm. Mən nə iş görmüşəm? Unibank. Bəli, nə görmüşəm Çerezbank. Arenda vermirsən evi? Yox, arenda. Niyə? Vermirəm. Yaxı olar mən sizə sağ olar. Oldu, sağ ol. Sağ ol. Təbrik edirəm sizi. Adınız nədir? Mənim adım Elmətli. Elməttin müəllim, siz çox şanslı adamsınız dinliyə görə. Hə. Azərbaycanda bundan sonra harda 40 qəpik yazılan tualetlər görsəz, hər yerdə sizin üçün pulsuzdur. Sağ ol. Mən şəxsən o komitənin sədri olaraq üzr istəyirəm, bir an önce bilərik, üzr istəyirəm. Mən sizi təyin edirəm. Azərbaycanda bütün tualetlərə, 40 qəpikli tualetlərə pulsuz girə bilərsiniz bundan sonra müəllim. Və sizi alıram ayaq yoldan. Zəhmət olsun. Mən bilirəm gün ərzində yeyirsiniz, içirsiniz, ora gelirsiniz, bura gelirsiniz. Tualetə ehtiyac olur. Razıyam. Razıyam. Ona görə də tualetə bir baxmamışdan qabaq sizin üçün gözəl bir şərait yaratmışıq. Mənim biznes klassda olacaqsınız bu günləri. Qulağınızdan qulaqcıqla musiqiyə qulaq asa biləcəksiniz. Ehtiyacınızı ödəyə. Təbii ki, bu növbəti sizin üstünlüyünüzdür. Deməli, anketinizi doldurmalıyım. Adınız nədir? Keçkin, Başa düşdüm. Allah qəbul etsin. Prosta ki, adınızı mən qeyd edeyim ki, gələndə vurub buraxsınlar elə belə sizi. Adınız nə? Elmətli. Elməttin. Yaş. 78. 78 yaşınız var mənim. 78'den hem de. 78 neçə yaş edir o? Öyle 44 50 45. 40 dəqiq hansıdır? 78 ya. Bildim 78, 42, 44. 44. 44 yaş. Aha, ana doğma yeri. 44 50. 46. 46. Hardan doğmuşsunuz? Doğum yeri. Bakı. Bakı şəhəri. Öncə olmuşdunuz bu tualetdə yoxsa yox? Olmuşum. Hansı niyyətlə gəlmişsiniz, hansı məqsədlə gəlmişdiniz? Gelmişiz ya. Balaca da. Eyüp değil. Balaca. İşəməyə gəlmişdin, hə? Hı. Anladım. Niyə ayıbdır ki mənim? O adam gözündə it dirseyi olanda adam özünü mındaqlayır oynan. Orada ayıb bir şey yoxdur. Öncə pul ödəmişsiniz, bura həmçə 40 qəpik verirmisiniz yoxsa yox? Yok, evvel yeni köpeğiydi. Bundan sonra əgər kiçik bayıra gəlsəz 10 qəpikdir. Böyük bayıra getsəz 20 qəpikdir. Buradan bizim vətəndaşlara nə demək istəyirsiniz bu tualetin bağlı? Kampaniyamızdan razı qaldınız yoxsa yox? Razıyım. Allah kimlerle olsun. Bu tualeti harada tapa bilərlər axtarsalar?
Neftçilərdə. Neçələri neyin yanında? Bir dönə xalanın yanında. Çox sağ ol. Ya bir yedin oradan gəldin ora. Ha. Çox sağ olun. Minnətdaram.